Hani Akdiş Otel bir həftə bundan qabaq mənə güllər sifariş edib. Güllərin gətirib çatdırmışıq. 640 manatlıq gül. Ödənişini eləmədilər. Dedilər ki, sabah üçün eləyəcək. Zəng elədim, cavab vermədilər. Üstündən bir gün keçdi, dedilər sabah eləyəcək. Dedim ki, mən sabah gəlməyəcəm. Bugün ödənişini eləyin. Yoxsa polisə şikayət eləyəcəm, 102-yə məlumat verəcəm. Dedilər ki, buranı yiyəsin. Elə belə adam deyil, kimə şikayət eləyirsə eləyir. Dedim, onda qoyun güllərimi aparım, gülləri də verirlər aparmağa. Yəni, biabırçı bir vəziyyətdəyim, içərdə sizə gülləri də göstərirlər. Baxın, güllərin bunlar içərdə, hamısı mənim gülümdür. Ödənişi olunmuyor da çəkilişi. Hamıya da deyirlər ki, hücum edirlər üstümüzə. Gözləyə biz sizdən alırıq. Siz bizə gördünüz də vəziyyəti. İçəridəki gülləri çək, gülləri də çıxartmağa qoymuyorlar. Hamısı 640 manatlıq gül alıblar. Bu boyda otel ödənişi eləmir.